Aziz kardeşlerim ve bacılarım, mitingi açık elan edilir. Bu Lənkəran mitingi Təşkil Komitəsini mənə havale etmişdi ki, miting barəsində sizə məlumat verəm. Deməli, hamımıza aydındır ki, hal-hazırda vətənimizin 17% torpaqları düşman tapdağı altındadır. Şəhidlər gəlib Bolluca. Ondan sonra bacı analarımız bizim hamısı əsirlikdədir. Bu vaxtı bizim zona 7 rayon adından Mərkəzi Lənkəran olan Qondarma Talış Muğan Respublikası elan olunmuşdu. Ama buna bakmayarak bizim rayondan başka bütün 6 rayon bütün günahları bizim üzerimize dökürler. Ona göre ki biz indiye ki biz özümüze hak sızındıramamışız. Kimlerse burada separatist işler yaparlar. Let's face it. Bugün Lənkəranlılar, bugün burada bu meydana toplaşanların her biri Lənkəranın həzisidir. Mən xahiş edirəm nə həzinin ruhunu, nə Şeyx Şamil'e benzetmek olar hər hansı bir şəxsi, o şəxsi ki, o bizim torpaqlarımızın bütövlüyüne xəyanət eləyir. O bizim milli suverenliyimize karşı çıkır. O bizim xalqlarımız arasında ayrıkeseçlilik salır. O bizim aramızda təfriqat törədir. Gəlin, hamımız bir daha, bir məqsəd, bir amal uğrunda birləşək. O da bizim Azərbaycan ərazisinin bütövlüyünü qorumaq, milli suverenliyimizi əldə etmişik, onu qorumaq, milletimizin parçalanmamasına nail olmaq, böyük bir ağsaqqal, müdrik bir insan, bütün dünyada şöhret olan Heydər Əliyevin etrafında, onun siyasetinin müdafiə edərək, onun etrafında sıx birləşək. Bu yerde size umutlar var. Belə güman edirlər ki, Lənkəranın ziyalıları, Lənkəran zəhmətkeşləri harada qalıb ki, özündən qondarma bir respublika başçısı elan edən bir şəxs meydana düşüb. Söz Azərbaycanın xalq deputatı Yaşar Rızayevə verilir. Əziz Lənkəranlılar, əziz həmyerlilərim, bugün mən çox sevinirəm, ürəyim dağa dönür ki, Lənkəran cəmaatı bugün bu meydana yığılıb öz sözünü deməyə. Biz gələ çoxdan yığışaydıq, biraz gecikmişik. Mən bu hadisələrlə əlaqədar bilirsiniz ki, ilk günlərdə mən öz fikrimi qəti demişəm. İstər şəhər sovetinin sessiyalarında, istər ağsaqqalların, ziyalıların görüşlərində, istərsə respublika səviyyəsində. Hər yerdə mən bir xətlə öz fikrimi qəti demişəm ki, bu Azərbaycan qanunlarına, Azərbaycan konstitusiyasına, Azərbaycan Respublikasına qəsdi, xəyanətdir və buna başqa qiymət də vermək olmaz bu hadisəyə. Milli Məclis artıq öz qərarını verib, orada kifayət qədər bu hadisələr kifayət qədər öz qiymətini alıb. Və mən elə hesab edirəm ki, bu Lənkəranda baş verən, bu 2 ay ərzində baş verən hadisələr bizim bütün Lənkəranlıların hamımızın heysiyyətinə toxunur və biz bir Lənkəranlı kimi gərək öz şəxsiyyətimizə, öz heysiyyətimizə belə qəbul eləməyək ki, bu cürə fitnəkar adamlar gəlib yuxarı başda otursunlar və Lənkəran adından danışsınlar. Onların Lənkəran adından danışmaya ixtiyarı yoxdur. Heç kim onlara bu ixtiyarı vermir. Biz güman edirdik və bir çox Lənkəranlılar güman elədi ki, xalq hərəkatının yaranmasında mühüm xidməti olmuş Ələkram Hümbətov öz ideyalarına xəyanət eləməyəcək. Amma məlum oldu ki, onun ideyalarını əvvəldən xəyanətkar ideyalmış. Biz şəhər sənətinin sessiyasında öz münasibətimizi bildirdik, Sakin Məhməzədə bunu dedi. Lakin burada əziz bəylər, əziz xanımlar, əziz Lənkəranlılar, burada elə oyun gedir ki, elə yerli pərəstlik, vəzifə oyunları gedir ki, bizim buraya yığışmağımız məntiqəyə uyğundur, qanuna uyğundur. Çünki biz Lənkəranlıların adı Bakıda, Sumqayıtda, hətta Moskvada, xaricdə xəyanətkar talışlar kimi səslənir. Biz buna yol verməməliyik. Bugün burada Lənkəranın qeyrətin təkəl oğlanlar toplaşıblar. Hadiseler başlayandan sonra biz bir grup Lənkəranlılar oldu mərkəzdə. Öz sözümüzü konkret şəkildə bildiririk. Siz onu bilməlisiniz ki, Ələkram Hümbətov tək deyil. Əgər bu birdirsə, 9'u Bakıda ona rəvac verən adamlar var. Lənkəran Umum Rayon
şərtnaməsini sizə çatdırıram. Müracaat ederek ki öz halkının, öz oğullarının, atasının, kardeşinin, emisinin kanını dökmede iştirak etmesin. Ve sizin hamınızı 2. gün saat 4'te, 2. gün saat 4'te birbirinizi tebrik etmek için sizi buraya davet edirik. Birincisi, Azərbaycan Respublikası Milli Məclisinin Azərbaycan Respublikasının Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı, Cəllabad və Biləsuvar rayonlarında yaranmış vəziyyət haqqında 17 avqust 1993-cü il tarixli qərarı dayanılsın və müdafiə edilsin. İkincisi, Milli Məclisin həmin qərarı danışıqsız və dərhal yerinə yetirilsin. Üçüncüsü, Qondarma Talış Muğan Respublikası şəhərin qanunsuz icra hakimiyyəti və digər qeyri-qanuni qurumlar cəmaati qırğına vermədən, qarşı durma olmadan öz-özünə bırakılsın. Bunu size koyuyoruz. Kim razıysa elin kaldırsın. Günleri. Ama ben buraya. Restorasyon Talış Partisi. 22 avqust 1993-cü il mitinqi burada 33 il əvvəl bu abidənin önündə baş tutmuşdu. Qələbə həmin gün başladı, avqustun 23-də uğurla başa çatdı. Üçüncü ilin yayında, iyun-avqust aylarında Azərbaycanda, xüsusən Lənkəranda nə baş verirdi? Hansı hadisələr cərəyan edirdi? Qeyd edim ki, həmin aylar, həmin günlər Azərbaycan tarixinin bəlkə də ən dövlət müstəqilliyi qazanmış Şimali Azərbaycanın bəlkə də ən qanlı, qadalı dövrü idi. Həmin vaxt Azərbaycan əskəri cəbhədə Dağlıq Qarabağın azad edilməsi uğrunda gərgin döyüşlərdə iştirak edirdi, qalib gəlmək üzrə idi və belə bir vaxtda beynəlxalq güclər, Rusiyada, İranda oturmuş beynəlxalq güclər Azərbaycanı içdən çalxalamaq, içində rəxnə salmaq, Azərbaycan xalqlarını qarşı-qarşıya qoymaq və Azərbaycanı içindən parçalamaq iddiasındaydılar. Onlar şimalda Çar Balakən Respublikası, xatırınızdədir, Əli Ansunskinin rəhbərliyi ilə və Ləzgistan Respublikası Sadval hərəkatı
Sürət Hüseynovun rəhbərliyi ilə Gəncəbasar Respublikası və Əlişan Hümmətovun rəhbərliyi ilə Qondarma Talışma Respublikası yaratmaq iddiasında idilər. Siz və həmin acılı günləri yaşamış hər bir kəs bilir ki, həmin günlərdə Azərbaycanın taleyi Lənkəranda həll olunurdur. Əgər Lənkəranda Talışma Respublikası qüvvəyə minərdisə, öz təsdiqini tapardısa, bilin ki, Ləzgistan da, Carbalakan da, Gəncəbasar da və bu qondarma parçalar, qondarma respublikalar da qüvvəyə minəcəkdir. Amma nə baş verdi? Xan Lənkəranlılar ayağa qalxdı. Azərbaycan xalqlarının bərabərliyini qorudu. Talış və Azər xalqı arasında minilliklərə söykənən qardaşlığı müdafiə elədi. Və həmin hadisələr heç də adi vəziyyətlə sonuclanmadı. Və həmin hadisələrin qəhrəmanlarını, həmin hadisələrin şahidlərini dinləyək və bizə bir daha aydın olsun ki, həmin dövrdə Azərbaycanın ərazi bütövlüyü və dövlət müstəqilliyi qorundu. Bu günlərdə, bu əlamətdar günlərdə 93-cü il hadisələrini yaşamış, o hadisələrin önündə getmiş, Azərbaycan dövlətçiliyi qarşısında böyük xidmətlər göstərmiş, qəhrəmanlıqlar mən deyərdim, göstərmiş şəxsləri dinləmək məncə daha doğru olardı. O dövrün əsl tablosunu, əsl mənzərəsini həmin şəxslər daha dolğun təsvir edə bilərdilər. Bugün biz studiyamıza həmin şəxslərdən 2 nəfəri dəvət etmişik. Çox hörmətli yazıcı, publisist, ictimai siyasi xadim, alim, valla mən bütün sadalasam çox olar. Hörmətli Yaşar müəllimi, Yaşar Rızayevi və eyni zamanda sabiq millət vəkili və bizim sabiq millət vəkilimiz olmuş, Azərenerjinin məsul şəxslərindən biri, Şəhər Sovetinin sədri olmuş həmin dövrlərdə Ağa Kərim Şərəfov. Xoş gəlmişsiniz. Xoş gəlmişsiniz. Buyurun. Hörmətli tamaşaçılar, bugün bizim studiyamıza Lənkəranın seçilmiş, Lənkəranın bəlkə də müasir dövr tarixinin ən öndə gedən şəxslərindən 2 nəfər dəvət eləmişik. Onlar eyni zamanda 1993-cü il iyun-avqust Lənkəran hadisələrinin qəhrəmanlarıdır. Adətən biz daha çox Zərban televiziyası olaraq daha çox yazıçıları, şairləri, büyük şəxsləri, sənətkarları, sənət xadimlərini dəvət edirik. Bizim bugün dəvət etdiyimiz qonaqlardan biri hörmətli Yaşar Rızayev, Azərbaycanın çox tanınmış, məşhur yazıcı və publisistlərindən biridir. Amma bugün biz nə Ağa Kərim müəllimdən, nə Yaşar müəllimdən ədəbiyyat barəsində söhbət eləməyəcəyik. Bizim əsas söhbətimiz 1993-cü ilin iyun-avqust günlərində, orada Lənkəranda baş verən hadisələr, o hadisələrin mahiyyəti, nədən yarandı, necə oldu və necə nəticələndi. Bunlar barədə biz söhbət edəcəyik və düşünürəm ki, tarixə bir yeni baxış kimi olmayacaq, doğru baxış kimi olacaq. Çünki son dövrlər bir sıra insanlar özlərini önə verməyə çalışırlar. Həmin 93-cü il hadisələrinin, yəni Lənkəranlıların o tarixi qələbəsindən sui-istifadə eləmək istəyirlər, özünküləşdirmək istəyirlər. Sanki heç biz o hadisələrdə olmamışıq, sanki elə onlar hər nəyi onlar özləri ediblər və o hadisələrin qəhrəmanlarıdırlar. Və bu da cəmiyyətdə insanlarda bir qədər şaşkınlıq yaradır. İnsanlar baxırlar həmin şəxslərə, deyirlər ki, əgər o hadisələrin önündə bunlar gedibsə, vay o hadisələrin halına. Amma təbii ki, belə deyil. O hadisələrin biz bu verilişimizdə bir sıra qəhrəmanları ilə sizi tanış edəcəyik. Amma bugün studiyamızda çox hörmətli Yaşar Rızayev və Ağa Kərim Şərəfov iştirak edir. Bugün Azərbaycan Respublikasının taleyi karta qoyulub, onu bilirsiniz. Xarici ölkələrdə bizi parçalamaq üçün planlar hazırlanır və Hümmətovun bu tədbiri həmin planları həyata keçirmək yolunda bir addımdır. Hümmətov həmin ölkələrə xidmət edir. O Azərbaycanı parçalamaq istəyir, biz buna yol vermərik. Yaşar müəllim, ilk sözü sizdən almaq istərdim. Həmin dövrdə 93-cü ilin iyun-avqust günlərində Lənkəranda nə baş verirdi? Çox sağ olun. Əlbəttə, 93-cü ilin iyul-avqustundan indi
33 il keçir. Bu həm biraz uzaq tarixdir, həm də mənim üçün çox yaxın tarixdir. Elə bir bütün hadisələr dünən olub və dünyada olan bir hadisələr kimi bir daha xatirimdə canlanır. Həmin dövr Azərbaycan tarixinin mən deyərdim ki, çox çətin, çox gərgin, talih yüklü mərhələsi idi. Yəni, bir sistemdən digər sistemə keçidən problemləri, Qarabağdakı problemlər, ordunun hələ tam formalaşmaması, daxildə iqtisadi problemlər, hakimiyyətdə istər gizli, istər açıq şəkildə müəyyən maraqların toqquşması və belə bir dövr idi. Və Azərbaycanın müstəqilliyi də, Azərbaycanın ərazi bütövlüyü də böyük təhlükə altındaydı. Və belə bir dövrdə birdən-birə Lənkəranda bu hadisənin baş verməsi, yəni silahlı bir qrup silahlı adamın çevriliş edərək hakimiyyətdə gəlib oturması və Lənkəranı ümumiyyətlə Cənub bölgəsini Azərbaycandan ayırmaq, Azərbaycanı parçalamaq fikrinə düşməsi çox dəhşətli bir məsələ idi. Bu Lənkəranlara adına yaraşmayan bir məsələ idi. Bu bizə yaraşmayan bir məsələ idi. Biz bunu gözləmirdik və bu Lənkərandan gələn, Lənkəranın daxilində gəlişmiş bir hadisə deyildi. Bu xüsusi hazırlanmış, diktə olmuş, istər Azərbaycanın daxilində, istərsə də xaricdə müəyyən qüvvələrin hazırladığı bir plan idi. Və kimi gətirdilər, oturdurdular burada hakimiyyətin başında o Ələkrəm Ümmətovu. Kimdir bu Ələkrəm Ümmətov? Hardan gəlib çıxdı bura? Necə yəni o gəlib Lənkəranda o at oynatsın, Lənkəranın adından danışsın və Lənkəranları bədnam etsin. Biz buna dözə bilməzdik əlbəttə. Bu mümkün deyildi. Ələkrəm Ümmətov nədən istifadə edirdi? Talış xalqının adından. Aşı, Talış xalqının sənə dəxli var. Sənə nə dəxli var? Talışın öz layiqli, layiqətli oğulları var. Lazım bilsəydilər, onlar ortada olardılar. Sən kimsən gəlib çıxmışsın ortaya? Səni kimlər gəldi otuzurdu burada? Biz onları çox yaxşı bilirdik. Və Lənkəranın adını niyə bədnam edirsən? Odur ki, biz buna dözə bilməzdik və bu məsələdə əlbəttə Lənkəranlılar öz sözlərini deməlidirlər. Çox sağ olun, Yaşar müəllim. Məsələ burasındadır ki, bu qlobal hadisələrin təzahürü idi. Yəni, kimsə gecə yatıb, yuxu görüb, səhər tir tüfəngini götürüb hakimiyyət devirməmişdi. Və bu, Azərbaycanın başında oynanılan bir oyunun tərkib hissəsi idi. Elə Azərbaycanın şimalında Car Balakən Respublikası, nə bilim, Ləzgistan, Gəncəbaşar Respublikası yaratmaq və eyni zamanda Cənubda Talış Muğan Respublikası yaratmaq, Azərbaycanı parçalamaq, Bakı quberniyasını Rusiyanın bir əyaləti kimi Rusiyaya birləşdirmək. Yəni, Azərbaycanı tarix səhnəsindən silmək və belə bir planın tərkib hissəsi idi. Ələkrəm Ümmətov həmin böyük oyunun bir vinçiyi idi. Xüsusi xidmət orqanlarının adamı idi ki, onlar da təbii ki, öz adamlarını oyuna qoşacaqdılar. Necə ki, vaxtında Milli Azadlıq Hərəkatına qoşmuşdular. Həmin dövrdə Lənkəranda mitinglər gedirdi, böyük mitinglər dalğası olmuşdu və mitingin dalğasında yeni iqtidar qurulmuşdu. Əbülfəz Elçibəy hakimiyyəti və yerlərdə də onun Xalq Cəbhəsinin liderləri Lənkəran yerli icra hakimiyyətlərinin başçısı idilər. Eləcə də Lənkəranda hadisələr bu cür idi. Və həmin dövrdə Ələkrəm Ümmətov kimi şəxslər yerli müəssisə rəhbərlərini də özlərinin müxtəlif provokasiyalarına çəkməyə çalışırdılar və müəssisə rəhbərləri də müdrik şəxslər idi. Bunların bir çoxu demək olar ki, əksəriyyəti bu oyunbazlıqlara getmirdi. Həmin dövrdə Lənkəran Cihaz Qayırma Zavodu, səhv eləmirəmsə, belə adlanırdı. O zavodun direktoru Akərim Şərifov idi. Və
Akərəm Şərifov birdən hadisələrin tən mərkəzində göründü və 22 avqust mitinqində tək özünün, ailəsinin, nəslinin deyil, bütünlükdə Lənkəranlıların mövqeyini, əsl siyasi mövqeyini ortaya qoydu. Bu da o deməkdir ki, 30 ildən sonra bizim bağlarımız əgər tarixin qara hərflə yazılacaqdır ki, yəni Azərbaycan müharibə apardığı vaxtda Talışlar Azərbaycan'a həyat eləmişdilər. Bundan başqa hal-hazırda da Lerikli Lənkəranlı məsələsiz qoydu Lənkərana. Leriklər kimdir? Qohum vardı bizim, sürülmüşük, sürülmüşük, qardaşlarımızdır, dostlarımızdır. Seyirlə bunu qan salsınlar, Lerikli Lənkəranlı qanı salsınlar. Buna biz imkan verməyəcək. Akərəm müəllim, mən sizdən o fikri istəyirəm, tamaşaçılara çatdırasınız. Və siz necə oldu birdən-birə, yəni o mitinqlərdə bir-iki dəfə iştirak eləmişsiniz, amma o fəallıq olmayıb. Amma Azərbaycan talih yüklü məsələsində siz öndə idiniz. Bu barədə. Çox sağ olun, sualınıza görə. Mən bu 33 il ərzində bir dəfə də heç vaxt müsahibə verməmişəm. Onu siz hamınız da bilirsiniz nəyə görədir ki, ora aidiyyatı olmayan adamları sağdırdım. Mən də onunla bir yerdə çıxmaq istəmirdim. Mən Yaşar müəllim dediklərini təkrar eləməyəcəm. Yaşar müəllim çox gözəl şərh elədi ki, bu hardan yarandı. Amma mən ora çıxmağımın səbəbi təkcə ora deyil. Bizim eşitdiklərindən, aldığım tərbiyədən, məsələn, mənə deyərdi ki, atam, valideynəm deyərdi ki, Peyğəmbər buyurub ki, salavatullah ki, Allah'ın məsəl. Haqsızlığa qarşı tutan insan lal şeytana bənzəyir. Mən də buna dözə bilmərəm, bu tərbiyəni almışam, bu haqsızlıqları. Və ondan başqa da gəlib görürdü ki, Ələkləmin əvvəlini biz bilirik kimdir. Yaşar mənim çox gözəl onu şərh elədi. Amma Ələkləm mənim qonşum olub, belə bir mərhədə böyümüşük. Bunun gəlib o səviyyəyə çıxmayı biz bilirdik. Məsələn, mən bir şey istədiyim için onu indiyə kimi bənim çoxu bilmir. Mirsəmid Abbasov rəhmətli, o bir dəfə söhbətində deyir ki, biz avara qaldıq ki, mən burada icra başçı olanda, ilk dəfə icra başçı, biz sən müəllim olanda, gidib Bakıdan hərbi müdafiə naziri gəlmişdi ki, diviziyanı qəbul eləsin. Diviziyanın mənim otağımda komandir dedi, yox, bizə Moskvadan tapşırılıb ki, biz buna ancaq Ələkəm hümmətə verə bilərik. Bu nə deməkdir, mən bilmədim. Bunu Mirsəmin müəllim deyir. Və oradan da müdafiə naziri gəlib, vermədilər onlara. Bizə göstəriş olub ki, bunu ancaq biz Ələkəm hümmətə verək. Mən birinci bunu deyirəm ki, qoy birinci bu kimdir? Hara işləyir? Hadi maşallah. Bundan sonra bu hadisələr olandan sonra biz hələ dözdük və bunun əməllərini gördük ki, kimləri, hörmətli insanları alçaldır, tutur, mən nə bilim, dözdürür. Biz həmin vaxtı şəhər Sovetinin deputatları bir qrup, haradasa bir 10 neçə nəfər yığışdıq, getdi bunun qabuluna. Elə burada Miraşın müəllim də var idi, Mirsəyat da var idi, Dadaşov Əflatın da var idi. Getdi bunun qabuluna, sən neyinsən, bu nəyə mənə hərəkətdir? O da dedi, vaxtım yoxdur, ancaq axşam 12-dən sonra bizi qabul elədi. Biz də dözdük, gəldik, qabul elədi, hamı suallarını verdi, siz nə buyurursunuz? Və bu tutduğunuz insanları hamını buraxdırın. O özündən elə şəhərlər danışdı, ya nələr, yenə Yaşar müəllim deyən, yəni talışları belə sıxırlar, talışları belədir, bundan. Amma bu talış söhbəti deyildi, bunun şəxsi fikri idi. Bu özünün ağaların qarşısında öz borcunu yerinə yetirirdi. Bundan nə istifadə elədi? Bu kartdan istifadə edirdi. Və müəyyən insanlar da bunun çıxışlarına, populist çıxışlarına inanırdı və onun arxasını şaşırdılar. Onun arxasını getirdilər. Çünki o milli hissi çox həssas nöqtədir. O həssas nöqtədən xalqı qızıqlandırmaq, xalqı Azərbaycana qarşı qaldırmaq. Və bunlar elə cəmaat inanırdı, gedirdi və qəhrəman kimi özü qələmə vermişdi. Bu diviziyanın rəhbərliyi eləyirdi və üzr istəyən bir məsəl var.
yeridirsə mən bunu deməliyəm. Deyir ki, o nağaranın səsi çox bərk gəlir. Tar Kamal isə zəifdir. Bu nağara kimi elə qışqırırdı ki, cəmaat bunun arxasından getdi. Amma sonradan gördü, yox, cəmaat. O dövrdə, çünki Sovet köynəyindən, Sovet rejimindən çıxmış insanlar siyasi cəhətdən yetkin deyildilər. Onları siyasətdə aldatmaq çox asan idi. Yəni o sadəlöv insanlar Əl-İslamın o populist çıxışlarına aldandılar. Düşündülər ki, elə o dediyi doğrudur. Amma zaman keçdi, qısa vaxt ərzindən sonra başa düşdülər ki, yox, bu həna o həna deyil. Buradan Moskvanın nəfəsi gəlir, buradan İranın nəfəsi gəlir, burada başqa oyunlar gedir. Bəli. Mən həmin vaxtı onun yanında olanda biz ondan tələb edib bu insanları incitməm. O dedi ki, mən bunu elə-belə atmışam ortaya, mən bunun arxasına getməyəcəyim. Müfəqqəti atmışam. Sual oldu ona. Orada bir şairə qadın vardı, Seyid qızı deyildi. Aliyə Seyid qızı. O Ələkləmə elə şeir boşmuşdu, üzünə dedi orada. Elə təkrarlı şeirlər deyir, əlim qana bulaşıb. Seyid qızını deyir. Seyid qızı. İnanın, Yaşar mən. Elə gözəl şeir dedi ki, qadın olasan belə qorxmaz. Onu gələ biz deyək bunları hamısı. Bəli. Ki, Ələkləmə də dözürdü, amma biz onun fikirləşirdik ki, bu kimin yürüdür? Hamımız bilirik ki, Azərbaycan bölünmüşdü. Külə qədər. Fars İranlara veriləcəkdi. Bu yan Qarabağ Ermənilərin idi. Balakan o tərəf Gürcistan gedirdi. Nəcikistan da. Bu yanda da Sadvalı idi. Qusar da qıvarını götürürdü. Ancaq Rusiyada parçalayırdı. Dövlət, Azərbaycan dövləti olmamalıydı. Bəli. Və nə olmalıydı? Quberniya olmalıdır. Bakı quberniyası. Buna necə dözmüyorlar? Mən çıxışıma baxsızım, orada demişəm. Orada bir söz demişəm. Ben orada dedim ki, ilk defa çıxış eləyəndə ki, bəs Lənkəran xalqı, Talış xalqı, bu bizə yaradır, bu bizə ləkədir. Bu hasansa 30 ildən sonra bu ləkə bizim balalarımızı utanacaq ki, biz kimin evlatları olmuşuq. Biz bunu gərək üstlərimizdə, o baxsız qaçıda görəcəksiniz. Mənim çıxışım orada bunu demişəm. Bunu biz silməliyik. Bax, indi 30 il keçdi, 30 il. Bir xalq, Lənkəran xalqı bunu sildi özlərindən. O təmizlədi ki, Lənkəranlar belədir. Biz Bakıda olanda bəziləri deyirlər bizə. Muğan Talış Respublikası, nə bilim nə. Amma mən həmişə cavablarını vermişim. Deyirdim onlara. Hünəriz vardı, biriz gələk sonra. Qorxuzda. Bir dənə möhtərəm Heydər Əliyev o vaxtı Milli Məclis sədri idi. O qorxmadan köməklədi. Orada yuxarıdan Heydər Əliyev, aşağıdan insan Lənkəranlılardı. Ona sadiq qaldılar. Amma ona sadiq qaldı. Onun səhərə kimi gözəl bizim dostumuz, hansı ki o qədər o özü haqqında demir. Bir gün sən veriliş yaparsan, Hafiz müəllim, qorxmadan bu verilişi yapardı. Mən, yəqin ki, mən hamısını danışmaq istəməyəcəm, sual olacaq yəni. Ona görə, amma buna üzr istəyirəm, mən birini də deməliyəm ki, mənim işim o məclisə çağırmaq idi. Məclisə yəqin ki, sonra deyərək necə o çağırılır. Amma o məclisə əvvəldən kimlər? Mən siyasatçı deyildim, mən təsərrüfat adamı idim. Biz otururdu, fikirləşirdik ki, bu necə olma? Həm bütün partiyalar bir-birinə qısqanırdılar. Bir dəqiqə üzr istəyirəm, Akər müəllim, siz ürəyiniz doludur, bütün hadisələri danışmaq istəyirsiniz. Amma biz ora hissə-hissə yaxınlaşaq ki, daha çox aydınlıq olsun. Yaşar müəllim, həmin dövrdə Azərbaycanda siyasiləşmə başlamışdı. Milli Azadlıq Hərəkatının özü də parçalanmışdı siyasi partiyalara. Həmin siyasi partiyaların da yerlərdə öz şöbələri yaranmışdı. Mərkəzdə siyasi liderlər arasında müəyyən çəkişmələr, qarşıdurmalar, ziddiyyətlər var idi. Amma çox nə xoş ki, onlar yerli təşkilatlara sirayət edə bilmirdi. Lənkəranda Azərbaycan Xalq Cəbhəsinin də, Milli İstiqlal Partiyasının da, Müsavat Partiyası və digərlərinin yerli şöbələri var idi. Amma onları birləşdirən
bir partiya var idi. Lənkərançılıq partiyası. Bəli. Həmin dövrdə siz çox doğru olaraq, düzgün olaraq Azərbaycançılığı və Azərbaycançılığın tərkib hissəsi olan Lənkərançılığı əsas götürdünüz. Lənkəranda olan bu siyasi, yəni etirazçı, Əlişana qarşı o etirazçı qüvvələri bir siyasi təşkilatda birləşdirdiniz. Həmin təşkilatın da adı oldu Lənkəran Cəmiyyəti. Və sizi Lənkəran Cəmiyyətinin sədri seçdilər. Lənkəran Cəmiyyəti, yəni tarixdə, bəlkə Azərbaycan tarixində çox möhtəşəm bir iş görmüşdür. Yəni, heç bir partiyanın görə bilməyəcəyi qədər çox böyük iş görmüşdür. Mən istərdim ki, yeri düşmüşkən, Lənkəran Cəmiyyəti barədə bir söz deyəsiniz, hər ikiniz və eyni zamanda o Lənkəran Cəmiyyətinin faal üzvləri barəsində bir məlumat verəsiniz ki, bu cəmiyyət... Yaşam mənə bizə versəydim, mən deyim ki, onu kim yaradır? Ondan sonra yaşam mənə biləm deməyəcək onu. Onu desəm yaxşı olar. Biz o vaxt yığışardı piyano evində, nə eləyək, nə eləyək ki, gündən günə bu yolunu azır. Yaşam müəllim siyasətçi idi. O bunları yaxşı bilirdi. Gidib bu partiyaları birləşdirən bir dənə yolu var. Bir dənə təşkilat yaratmalıyıq ki, Lənkəran Cəmiyyəti, yəni Lənkəranlılar orada birləşməlidir, sözünü deməlidir. Onun hansı partiya mənsub olmanına asla olmayaraq. Hamısı, çünki yuxarıda elə də oldu, siz onun şahidisiniz. Yuxarıya qulaq asmadılar partiyaların rəhbərlərinə. Hamı gəldi orada birləşdi. Baydı qoy Yaşam müəllim sonra necə yaradı? Əlbəttə, Hafiz müəllim tamamilə doğru deyirsiniz ki, müxtəlif siyasi qüvvələr Respublika səviyyəsində hələ konkret öz mövqelərini bildirə bilmirdilər və yerli təşkilatlara da lazımi köməklik, lazımi göstəriş verə bilmirdilər. Və yerlərdə də siyasi qüvvələr, yerli o partiyaların rayon şöbələri ayrı-ayrılıqda nəysə bu hadisənin əleyhinə geçsələrdən konkret bir iş görə bilmirdilər və birləşə bilmirdilər. Odur ki, biz qərara gəldik ki, vahid bir təşkilat yaradaq, orada bütün siyasi qüvvələri birləşdirək, bütün Lənkəranı birləşdirək, bütün cənub bölgəsini mən geniş müqəssədə demək istəyirəm ki, birləşdirək və məsələni bu yoldan həll edə bilək. Lənkəran Cəmiyyətini yaratdıq, nizamnamasını da hazırladıq, nizamnamasını Ədliyyə Nazirliyini təsdiq elətdirdik və Lənkəran Cəmiyyəti doğrudan da müxtəlif yerdə olan, Lənkəranda olan müxtəlif partiyaları öz ətrafında birləşdirə bildi. Və mən deyim ki, belə bir cəmiyyət hələ 19-cu əsrin sonlarında da Lənkəranda yaranmışdı. Lənkəran Xeyriyyə Cəmiyyəti adı ilə. O da çox işlər həmin dövrdə Lənkəranın görmüşdü. Biz də həmin adı özümüzdə bir daha götürdük və Lənkəran Cəmiyyəti yarandı və Lənkəran Cəmiyyəti Lənkərandakı və Cənub bölgəsindəki bu anti-Azərbaycan prosesinə qarşı fəal mübarizəyə qoşuldu. Fəal mübarizəyə rəhbərlik elədi. Lənkəran Cəmiyyətinin ətrafında bizim hörmətli Lənkəranın şəxsiyyətləri birləşirdi. Miraşim Talışlı var idi, Ağakərim Şərifov var idi, Arif müəllim var idi, Səmədağa Səmədzadə var idi, Arif Bağırov var idi, Nurəddin Arif, Nurəddin Axundov var idi. Elə Səmədağa Səmədzadə nümayəndələri də gəlib qoşulurdular da, elə Hafiz Mirzə də oradaydı, Zakir Məmmədədə də oradaydı. Sonra o müsavatdan vardı, Tosif Babayev, o da gəlib Vaqif Abuşov, Yadullah Azadə. Yox, təşkilatı da gəlib Lənkəran cəmiyyətində qoşulmuşdu. Yadullah Azadə deyirsiniz, hörmətli professorumuz, o da var idi. Hörmətli insanları birləşdirmişdi. Və Lənkəran cəmiyyəti bu adamlara hörmət edirdi və onların sözü kesirdi. Onlar təsir edə bilirdilər. Və Lənkəran cəmiyyətdə görürdü ki, belə bir adamlar bu anti-Azərbaycan hərəkatına qarşı durublarsa, biz də əlbəttə bunların dalınca getməliyik. Onlar Lənkəranın tanınmış nüfuzlu şəxsləri idi. Əlbəttə, xalq öz ziyalısının arxasıca, öz nüfuzlu tanınmış ağsaqqalının arxasıca gedəndə daha qüdrətli olur, daha düzgün
addımlar ata bilir. Əgər onun olmasa, qarşısında gedən evladları olmasa, onda olur kör təbii xalq qiyamı. Qiyam və yaxud da ki, etiraz yürüşləri, o da tez bu olur. Eyni zamanda Hafiz müəllim sözü gətirəm. Lənkəran cəmiyyətinin adından biz buradan Bakıya da getdik. Bəli. Lənkəran cəmiyyətinin nümayəndəsi ilə o barədə danışacağız. Bəli, o barədə danışacağız. Yəni biz hissə deyirik ki, söhbət eləyək. Bax, Lənkəran cəmiyyəti Akər müəllim yarandı. Tanınmış, seçilmiş şəxslər, nüfuzu olan şəxslər bu cəmiyyətdə birləşdirildi. Mən istəyirəm siz bu arada deyəsiniz ki, Lənkəran cəmiyyəti hansı işləri görməyə başladı? Cəmiyyət yarandı. Cəmiyyət sonra hansı struktur işlərini, təşkilati işləri, təbliğat işləri, hansı işləri gördü və necə görürdük? Nəyə görə mən bu sualı verirəm? Çünki həmin dövrdə Ələkram Hümbətovun repressiya aparatı işləyirdi. Silahlılar şəhərdə gəzirdi, ayrı-ayrı adamlara hücum edirdilər, tanınmış nüfuzlu şəxslərə. Yəni, heç də rahat bir zaman deyildi, rahat bir şərait deyildi ki, rahatca təbliğat işlərini aparasan, müəyyən işlər görəsin. Və o dövrdə siz Lənkəran cəmiyyətinin liderlərindən biri idiniz. Bax, nə işlər, konkret nə işlər görüldü ki, nəhayət hadisələr gəldi 93-cü ilin 22-si 23 avqustuna dirəndi. Hansı işlər görüldü? Yəni, həmin gün birdən doğulmadı. O günə qədər müəyyən işlər görüldü. Və bu barədə xahiş edirəm. Bütün hamısı biz daha kör təbii getmədi, hərə öz tərəf. Və o rəhbərliklə, Yaşar müəllim rəhbərliyidir, biz hazırlaşırdıq. Hər sesiyaya, yadınızda siz də oradaydınız sesiyada. Sesiyaya biz hazırlıqlı gedirdik. Yəni, onlara orada cavabını vermək üçün. Və səs verməyib bunların müqaviləsi yaranması. Həmişə biz onun əleyhinə qoymurdu çox danışmaya onları. Və hazırlaşırdı ki, bunlar özləri başa düşsünlər ki, o Lənkəran cəmiyyəti elə bir şərait qurdu ki, bunlar özləri gördü ki, xalq bunlara inanmır və Ələkram məcbur oldu hərbiçilərə ətrafına yığdı. Xalq çəkildi Lənkəran cəmiyyətinə, o partiya mənsubiyyətinə asılı olmayaraq. Məsələn, hamı yığıldı bir yerə və bu Ələkrama qarşı böyük bir, elə bir ki, siyasi təfəkkür formalaşdı. O siyasiləşdi əks tərəf, yəni biz tərəf. Gördük bu get-gedə yolun azır, o vaxtı biz yığışdıq, qərar qabiliyyəti nümayəndələri göndərdi, Yaşar müəllim başda olmaqla, Həzi Əliyev, Səməd Ağaydı, bir də Rasim Kərəmtərli Yaşar müəllim deyəsən. Çox maraqlı məqamdır, Yaşar müəllim. Yəni, Lənkəran cəmiyyətinin liderləri həmin dövrdə, həmin ərəfədə Ali Sovetdə, Ali Sovetin sədri, prezident səlahiyyətlərini icra edən hörmətli cənab mərhum Heydər Əliyevin qəbulunda oldunuz. Və o qəbulla bağlı mən xahiş edirəm. Bu necə oldu? Yəni, birdən-birə cəmaət televizorları açırdı, hamı bir-birinə xəbər verirdi. Baxın, televizora gör nə deyirlər. Ki, Lənkəranlılar orada Lənkəranın mövqeyini qoyurlar. Yəni, burada bu işi törədən Lənkəranlılar deyil. Bunlar əsl Lənkəranlılar, baba bu mövqeyi nümayəndəni biz göndərdik ki, bizim ürək sözlərini çatdırsınlar. Heç o vaxt icras yox idi. Bunlar gedəndən Sulçayla gelib çıxdılar ki, icras oldu, Yaşar müəllim. Əvvəl olublar afətli dəllə. Onun özü deyəcək onlar hamısı. Yuxarıdan hörmətli Heydər Əliyev ayrı-ayrı şəxsləri göndərirdi Lənkərana, gedin vəziyyəti öyrənin, gəlin məlumat verin. Onlar da elə adamlar idi ki, mən açığın deyim, gəlirdilər iki izli siyasət verirdilər. Burada bitir özlərini aparırdılar. Orada başqadır və əsl həqiqəti ona çatdırmırdılar. Ona görə biz qərara gəldik ki, Lənkərandakı əsl vəziyyəti, bu şəraitin yaranmasının səbəblərini özümüz gedib Heydər Əliyevə çatdıraq. Lənkəran cəmiyyətinin bir neçə nümayəndəsindən birlikdə mən getdim Bakıya. Səməd Ağa Səmədzadaydı, Rəsul Kərəntərli idi, Həzi Əliyev idi. Biz getdik Bakıya. Əvvəl bizi Afiyyəddin Cəlilov qəbul elədi Ali Sovetdə, Ali Sovet sədrinin müavini. Sonra isə axşam Heydər Əliyev bizi qəbul elədi. Axşam saat təxminən
9-10 adaları idi. Həmin qəbulda Lala Şövkət Hacıyeva iştirak edirdi, Surət Hüseynov var idi, Azərbaycanın güc nazirləri iştirak edirdi. Bizim zonadan olan bir sıra hörmətli şəxslər iştirak edirdi və həmin tədbirdə Lənkərandakı vəziyyət haqqında söhbət edirdi. Mən durdum, geniş məlumat verdim. Lənkəranda vəziyyət necədir, necə yaranıb, bunun səbəbləri nədir və Lənkəranlılar necə aldanılıb və Lənkəranlılar necə Respublika rəhbərliyindən konkret tədbir görülməsini gözləyirlər. Bu barədə danışdı. Sonra Səməd Ağa Səmədzadə danışdı, Həzi Əliyev də danışdı və həmin hadisə doğrudan da Respublika rəhbərliyi haqqında, rəhbərliyində Lənkəran haqqında, Lənkərandakı hadisələr haqqında konkret bir təəssürat yarada bildi. Konkret təəssürat yarada bildi. Ondan sonraki dövrlərdə də biz bu istiqamətdə fəaliyyətimizi davam elətdirirdik. Avqustun 13-də Bakıda Ali Sovetdə çox geniş bir müşavirə keçirildi. Biləsuvardan bu yana Tanrı zonası rayonlarının nümayəndələrinin və Respublikanın rəhbərlərinin iştirakı ilə böyük tədbir keçirildi. Həmin tədbirdə Lənkərandakı hadisələr müzakirə olundu və həmin tədbirdə Lənkərandan mən də çıxış elədim. Yadullah Azada da bizlə gəlmişdi, hörmətli professor. O da danışdı. Dilruba Camalova da danışdı Lənkərandan. Və həmin tədbirdə bir daha Heydər Əliyev, möhtərəm liderimiz o dövrdə əlbəttə öz konkret göstərişlərini də verdi. Konkret tapşırıqlarını da verdi. Və onun bütün ümidi o idi ki, mən cəmaata ancaq arxayınlaşıram. Lənkəran cəmaatına arxayınlaşıram ki, Lənkəran cəmaatı bu məsələni həll eləyəcək. Buna ümidvaram mən. O tam haqlı. Və həmin çıxışımda mən konkret demişdim ki, bu hadisənin Lənkərana bağlılığı yoxdur. Bunu Lənkəranla bağlamaq lazım deyil. Bu bir qrup silahlı adamın Bakıdan öyrədilmiş bir qrup güya yalancı liderin qurduğu oyundur. Oyuncaq qurumdur orada yaradılıb. Bunun Talaşa da qətiyyən dəxli yoxdur. Talış xalqının bundan xəbəri də yoxdur. Bu məsələdə marağı da yoxdur. Və bir daha mən vurğuladım ki, Ələkrəm Ümmətov kimi adamlar Lənkəranı təmsil eləyə bilməzlər. Onların buna səlahiyyəti də yoxdur və onların buna əlbəttə bir səviyyəsi də yoxdur. Tam haqlısınız. Və bu hadisəni mən bir daha Azərbaycan dövlətçiliyinə, Azərbaycanın ərazi bütövlüyünə qarşı xəyanət kimi adlandırdım. Tam haqlı. Və təsəvvür edin ki, həmin dövrdə Dağlıq Qarabağda erməni əhali də, yəni erməni separatçıları da eyni işi görürdülər. Amma onlar, belə deyək ki, başqa dini mənsublar idilər, başqa xalqın mənsubları idilər. Onların bizlə heç bir oxşar əlamətləri, cəhətləri yox idi. Amma birdən-birə həmin hadisələrin gətirilib Lənkəranda təkrar olunması təbii ki, Lənkəranların adına yaraşmırdı və xüsusən Azərbaycan tarixində bir xan Lənkəranlı anlayışı var. Xan qədim türk ifadəsidir. Yəni ürəyi, qəlbi açıq, geniş, zəkalı, təfəkkürlü, süfrəsi açıq, yəni zadəgan, kübar insanlara xan deyiblər. Xan təkcə vəzifə olmayıb, titul olmayıb. Həm də necə ki, ingilislərdə, fransızlarda ser, senyor, monsieur kimi yanaşmalar var. Xan da həmin o bir kübar, yəni bir ser, kübar ifadə idi. Lənkəranları da tarixən xan Lənkəranlı deyiblər. Nəyə görə? Onların geniş təfəkkürünə görə, mədəniyyətinə görə və digər müsbət məziyyətlərinə görə, inanclı insan olmalarına görə Lənkəranlara xan Lənkəranlı deyiblər. İndi birdən kənardan bir qüvvə gəlib Lənkəranda ortaya atılsın və bu hoqqanı ifadə edəsin. Təbii ki, xan Lənkəranlar onu qəbul edə bilməzlər və əlbəttə əvvəlcə Talış xalqını da çox çaşdırdılar. Təsəvvür edin ki, SSR dağılıb, bütün iqtisadi əlaqələr qırılıb,
zavodlar, fabriklər işləmir, safxozlar, nə bilim, fabriklər, hər nə dayanıb, belə bir dövrdə su da çətinliklə əldə olunur, işıq da çətinliklə əldə olunur. Bu iqtisadi əlaqələr qırıldığı üçün adicə çörək də tapılmır, qida məhsulları tapılmır. Bunun hamısını əlaqələndirirlər ki, talışlara qarşı təzyiq vasitəsidir. Sanki Azərbaycanın digər rayonlarında bollluq idi, firavanlıq idi, ya Sovet hökuməti var idi digər rayonlarda. Yəni bu ümumiyyətlə Azərbaycanın hər yerində olan problem idi. Yeni formasiya yaranırdı. Sosializmdən kapitalizmə keçid dövrü idi. Və belə bir dövrdə təbii ki, bu problemlər olmalıdır, hələ daha betər olmalıdır. Müharibələr də təbii olur belə vaxtlarda və belə bir dövrdə əlaqələndirmək ki, bax, siz talış olduğunuz yerə, görürsünüz, işinizi ona görə söndürürlər, bax, ona görə çörək yoxdur. Amma belə deyildi. Onlar isə bundan sui-istifadə edib talış xalqının hissləri ilə oynamaq istəyirdilər. Amma talış xalqı öz müdrikliyini ortaya qoydu. Bu xalq Böyük Şah İsmail Xətainin yanında olmuş 4 müriddən biridir. Biri olub Xadim bəy Xilafə. Bu, yəni belə bir böyük şəxsiyyətlər yetişmiş bir xalq belə provokasiyalara uymayacaqdı, təbii ki, və uymadı da. Və hadisələr şişərək Lənkəran cəmiyyətinin, yerli siyasi təşkilatların, siz bayaq Pionerlərin adını çəkdiniz, orada eyni zamanda Xalq Azadlıq Partiyası yerləşirdi. Və Xalq Azadlıq Partiyası ki, və digər təşkilatlarda, Azərbaycan Xalq Cəbhəsində, Müsavat Partiyasında, Milli İslam sağlam qüvvələr var idi. Və o sağlam qüvvələrin birləşməsi, konsolidasiya deyirlər, konsolidasiyasının nəticəsində hadisələr gəldi 22 avqustda dirəndi. 22 avqust ta qədər Lənkəranda nələr olmadı? Hadisələr özünün kulminasiya nöqtəsinə yaxınlaşırdı. Avqust ayı daxil olmuşdu və mahiyyət etibarı ilə həm Əlişan Hümbətov tərəf, yəni onun ətrafında olan Hilal Məmmədov kimi, Fəxrəddin Abbaszadə kimi, nə bilim kim kimi bəzi adamlar, onlar da düşünür, yeni bir hoqqalar ortaya qoymaq istəyirdilər və görürdülər ki, xalqda dirəniş artıq baş qaldırır. Bax, xalqı da çaşdırmaqdan ötürü yeni söhbətlər ortaya atmaq istəyirdilər. Bax, avqust hadisələri artıq bütün hər nəyi, bütün daşları öz yerinə qoyacaqdı. Hansı hadisələr baş verdi avqust ayında? Bildiyimiz kimi, həmin dövrdə o hərbi hissəni də anlatmışdılar, yoldan çıxarmışdılar və Ələkram hərbi hissəyə də öz təsirini göstərirdi, onlardan istifadə edirdi. Hərbi hissədə ona aid olmuşlar ki, hərbi hissə artıq Talış Muğan Respublikasını elan eləmişdi. Elan eləmişdi. Bundan sonra vəziyyət daha da gərginləşirdi və odur ki, Respublikadan Surat Hüseynovu göndərdilər ki, gəlib bir hadisələri bir araşdırsın, bir yolunda qoysun. Araşdıracaq. Bəli, biz də gözlədik ki, Surat Hüseynov gəlir, indi bu məsələlər müəyyən qədər qaydaya düşər. Surat Hüseynov gəldi, necə gəldi? Şəhərin mərkəzi meydanında onun təntənəli qarşılanması mərasimi gəldi. Sanki başqa bir respublikaya gəldi. Belə orkestr, güya ki, başqa bir ölkənin digər bir ölkəyə gəlir. O, elə şəkildə də qarşılandı. O, böyük təəccüb doğurdu. Bu necə olan şeydir Azərbaycanın daxilində. Sonra həmin günü Mədəniyyət Sarayında geniş tədbir keçirildi, müşavirə keçirildi. Surat Hüseynovun iştirakı ilə. Surat Hüseynov zala gəldi, oturdular hamısı yuxarıda iş heyətində və Ələkram Hümbətov durdu ayağa dedi ki, Surat Hüseynova ki, hörmətli Surat müəllim, Talış Muğan Respublikasına xoş gəlmişsiniz. Xoş gəlmişsiniz, bu da heç bir yoxsa hörməti ilə çox sağ olun. Dedi ki, qəbul edelim. Bu necə olan söhbətdir, Respublikasında filan. Sonra özü çıxış elədi. O çıxış eləməsəydi ondan yaxşı idi. Necə başladı? Əziz dostum, qardaşım Ələkram Hümbətov, əziz dostum, qardaşım, Azərbaycanda indi vəziyyət belədir, filandır. Oradan, buradan, gah mala vurdu, gah muxa vurdu, konkret et bir şey demədi. Axırda əziz dostum, qardaşım deyib oturdu yerində. Və belə bir onun gəlişi oldu. Bu oldu, ayrı. O gəlişdən sonra
O gəlişdən bir neçə gün sonra ayın 7-sində Ələkər Mümətov burada Dram Teatrında güya müşavirə keçirtdi. Bütün bölgənin problemləri ilə əlaqədar, sosial-iqtisadi problemləri ilə əlaqədar müşavirə keçirilməli idi. Biləsuvardan bu yana dəvət elədilər. Onların rəhbərləri, məsul adamların, planların tədbir keçirdilər. Rayon deputatları və o tədbirdə birdən-birə tədbiri döndərdi elədi Ali Xalq Məclisi. Necə yəni nə Ali Xalq Məclisi? Kim bunlara mandat verir, kim bunlara zəmanət verir ki, bunlar xalqın adından danışsınlar. Və orada da arada hərdən dururdu, çıxırdı, yine gəlirdi. Məni çağırmışlar yuxarıdan bir söhbət. Belə fikir yaradır ki, yuxarıdan razılaşıb, artıq bir respublikada elan edə bilərik. Zalı çaşdı. Belə bir vəziyyət oldu ki, ayın 7-sində bunlar respublikada elan edədilər. Əvvəl respublika, Talış Muğan Respublikası yaratmaq məsələsini qoydular. Sonra güya orada yalvardılar, zadələdilər, gəldik bunu Muxtar Respublikaya. Ki, erməni ilə eyni cür gəlməyəydi. Orada mənim yanımdadır, heç yanımdasın, bu Lerişdən Ağsaqqal vardı, Şamil İskəndərov. Çox yaxşı danışdı, çox ağıllı danışdı. Və o çıxışın da mənə ki, biz elə adamları da əlbəttə yaddan çıxarmamalıyıq. Və belə bir vəziyyət yarandır, sura çıxıb gəlib məsələni düzəltmək əvəzinə, sonra Respublika elan olundu. Bu necə olan məsələ idi? Və ondan sonra biz qəti bir daha etirazımızı bildirdik və bayağı dediyim kimi avqustun 13-də Respublika müşavirəsi keçirildi. Orada bütün məsələləri bir daha müzakirə olundu, açdıq, danışdıq. Bütün bunun səbəblərini mən də açıb göstərdim. Öz Lənkəranlıların mövqeyini də orada bütün umumilli liderimizə çatdırdım. Və Lənkərandan digər nümayəndələrimiz də bizim çıxış elədilər. Ondan bir neçə gün sonra müraciət hazırladıq. Lənkəran ictimaiyyətinin və ziyalılarının Respublika rəhbərliyinə müraciətini hazırladıq. Və Milli Məclisə müraciətini hazırladıq. Müraciəti mən yazdım, geniş müraciət idi. Orada imzaları topladıq və götürdük. Buradan bir neçə nəfər getdik Bakıya müraciəti. Həm Milli Məclisə, həm Nazirlər Kabinetinə, həm Azərtaca və digər rəhbər təşkilatlara həmin müraciət çatdırdıq. Həmin müraciət əsasında da avqustun 17-sində Milli Məclisin iclası keçirildi Bakıda. Heydər Əliyevin rəhbərliyi ilə. Milli Məclis bu məsələni müzakirə elədi və konkret qərar qəbul elədi. Və qərarın birinci maddəsi də o idi ki, Ələkər Mümmətovun qurduğu bu qondarma rejim, qurduğu bu deməli hakimiyyət, yalançı hakimiyyət Azərbaycanın dövlətçiliyinə, Azərbaycanın ərazi bütövlüyünə xəyanətdir və cinayət hadisəsidir. Belə də yazılır, cinayət hadisəsidir. Dərhal da bu qurum ləğv olunmalıdır, buraxılmalıdır və müvafiq partiyada buraxılmalıdır. Və 3 gündə vaxt verildi ki, bu məsələ həll olunsun. Bu məsələnin həllində Sürət Hüseynova tapşırıldı. Biz də gözlədik ki, Milli Məclis qərar qəbul edib, indi məsələ həll olacaq 3 günə. Ancaq 3 gün keçdi, bir həll eləyən yox. Sürət Hüseynov məsələni həll eləmək əvəzinə getdi, oturdu Gəncədə. Gəncədə böyük müşavirə çağırdı. Müşavirəyə Ələkər Mümmətovu da böyük hörmətlə dəvət elədi. Böyük hörmətlə qarşıladı, yuxarı başda otuzdurdu. Bu əlbəttə bizi bütün cəmaatı ölçələrdən çıxartdı, Lənkəran cəmaatını ölçələrdən çıxartdı. Bu Lənkəran cəmaatına hörmətsizlik idi, söyüş idi və biz buna dözə bilməzdik. Odur ki, miting keçirmək qərarına gəldi ki, bu məsələni həll edək. Bu ayın 22-sində də həmin mitingi biz keçirdik. Bəli, Akər müəllim, bu xronologiyaya, avqust hadisələrinə sizin nə əlavəniz var? Daha nələr həmin günlərdə baş verdi? Yəni qeyri-adi nələr baş verdi ki, bu Lənkəranlıları sıravi şəxsə qədər qızıqlandırdı, ayağa qaldırdı, artıq heç kəs qorxmurdu, heç kəs çəkinmirdi. Yəni daha nələr oldu? Elə gözəl sözdür Yaşar müəllim, Əyyub İskənderovun qardaşı Şamil İskənderov. Orada mən də var idim. O durdu, Ələkərin bir söz dedi,
Dedi, Ələkirəm, indiki yadındadır. Mən sənin atımı tanıyıram, sən təmiz talış deyilsən. Sənin anan Dərqovadandır, atın hala bundandır. Yazda yaşamadın. İndi sən bunu atmışsın orada, oğul, gel bunu yığışdır. Mənim evladlarım hamısı Bakıda olub, olan sözü deyirəm, indiki. Evladlarım Bakıda deyildi, kızım, oğlum evlənirlər, ne Türk, ne talış. Sabah sen bunu elədin, benim evladlarım buraya girip çıkacak. Bu necə olacak? Sen bunları Ələkirəm oradan qayıtdı. Oturun biz yataqlıq eləməyəcək bundan sonra. Ne? İnanın, elə pis oldu o kişi ağlama etirazı geldi. Təhqir elədi o kişini. Tam elə doğru deyil. Bu hamı insanlara toxunur da bu. Yani o bilmirdi böyük nədir, ağsaqqal nədir, kiçik nədir. Bunu kimsə idarə edir. Sən bir ağla sığan söhbət dövrü idi. Son idi bu. Cəmaat qala bilmirdi. Cəmaat daha çox dərk edirdi. Nə hadisə olur, nəsə eləsinlər. Nəsə olsun. Nəsə bir qabağa düşsünlər. Çünki gözü mümkün dördü bu işe. O özü de bilirdi bu mümkün dördü. Biz çok şeyler dedik ki orada o Sürət Hüseyn'e o nə söz deyib, onun kasetine baktı. Sürət Hüseyn'e Ələkirəm demişti ki, kaset yazdığı yarı düşdü əlimizə. Ki orada yazmıştılar ki Ələkirəm orada deyir ki, bəs bacarmıram, xalq mənə inanmır. Olan söhbət ya, Xambulanda. Xalq mənə inanmır. Bəs mən bacarmıram deyir. Sürətlə üzülürsəm, onun dediği kimi diyeceğim. Deyir ki, ne dedi? Qavqa demedi, interesin. Dedi, sen darıxma deyir. Biz her şeyi halledemsi bu yakınlarda Qozanı yaşam, yazda Qozanı Samarat hazırdı. Ya Moskova ya Türkiye gönderecek. O eyham edildi. Möhtərəm Heydər Əliyevə. Bu var idi. Onların planında. Bəli, bəli. Bəs Akil müəllim, həmin o Xambulan hadisələrində iştirak edən 2 nəfər müəmmalı şəkildə öldürüldü. Güya Xambulanda boğuldu. Onlar eşitmişlər. Bu hadisənin eşitdiklərinə görə. Mən ayın 21-i gəldim. Miting eləsəm gəldim. Ha, ne gəldim? Kim gələr? Gedər ora. Orada çok, bütün partiler yığışırdılar. Burada Həzrət Süleyman Heykəlinin yanına yadmaydı. Ələkirəm qovmuşdu orada, Musavat Eyvazası. Geldi, dedi ki, bəs Aflatın dedi ki orada ki, bəs miting olsa gələrsin. Dedi kim? Dedim, mən ilə mitingi. Dedi, ne gəlmir ki orada? Hamı, abuşacağız, hamısı oradaydılar. Dedim, mən eləyəcəyəm, ayın 20'si saat 5'te. Gidip bəs necə olur dedim, sizin üçün olması. Mən bir gedib xahiş edəcəyim. Mən Yaşar müəllimgilə getdim birinci. Getdim Yaşar müəllimgilə, dedim Yaşar müəllim miting eləmək istəyir. Dedi, Akil mən gələcəyəm, bir görüşər səndən. Oranı görürsən, göstərdi mənə. Bu, neydi oranın adı? Keçdə oturmuş bir nəfər Yaşar müəllimgili sanki tutsunlar. Orada ağır koymuşlar, bizim evi güdürdü. Güdürdü oradan. Mənə gösterdi. Mən çıxan ki, mən tuzaydı orada. Ama sen git, biz dedim, necə hazırla. Mən də düşdüm, Dalaşev Əflatın idi. Mən dedim, gəldim. Dedi ki, bu qanun, nə bileyim, burada şey lazımdır. Ələkirəmə bəyanat vermək, yazmaq lazım deyil. Polisdən imza almaq lazım deyil. Onları mən gəldim, Vaqif Avşev, dedi, bunları mən hazırlayaram. Olan mən başım sınır belə şeylərdə. Sonra Əflatunla biz getdik müəllimə gidə. Dilba Camalova gidə. Getdik oraya, müəllim evdə yox idi. Getdik oradan hospitala. Hospitalda Talşinski ilə Şəmsəddin Talşinski dedi ki, müəllim Bakıdadır. Və Mirsayat Babayev. Dedim, nə məsələ? Dedim, belə bir şey var. Gidip müəllimə yoxdur, amma biz gələcəyik, canla başına eləyim, biz gələcəyik. Oradan geldim, gittim bu Assaqqalı, Miraşimgilə getdim. Ondan sonra Nüsrət müəllimgilə getdim, Bağrı Nüsrətgilə, Assaqqalılar şurasına. Geldim Mirsalamgilə getdim. Ondan sonra böyle saat 3'e kimi bu evləri gəzmişdim. Sonra getdim öz məhəllə qohumlarımıza. Mənim ən əsas
güvendiğinin köməyim gelip zavod idi. Zavod elə yaxındır ora. Elə oradan 500 nəfər gəlsə, elə bunlar cama tökülə gələcək. Zavodda da inandığım adamlar var, onlara tapşırmışdım. Ki, bəs siz başlayan kimi gəlirsiniz ora. Ayın 22'si. Sonra da onlara tapşırdım ki, bizdə səs gücləndirici var idi, Rufer. Çünki mən həmən günü saat gec idi, getdim kənar meşəyə maşınımla. Şakir Qambarovla bir yerdə işləmişdim, ondan xahiş edim ki, sabah bitsin, mikrofon vurur. Gidir, o bilirsən, başqarabın biridir. Siz məni dəvət edirsiniz ki, Şakir Qambarov mən gəlib qurdururam. Həm də onun adamları bizə qarol. Bizi bırakmırlar deyir içəri. Cəmaata qulaq asarır, neyin yer, amma özləri qulaq asırlar orada. Dedim, oldu. Ona görə mən gəldim ki, bu dinamiki götürdüm, Rufuru. Tapşırdım işçilərə ki, gəl onu gətirəsiz sonra. Gəldim sonra, akşam çıxıb evə gəldim, dedilər ki, biz Yaşar müəllim siz gəlmişdilər bizə. Yaşar müəllim gəlib Səmədəvəy olub, bəli həzi olmuş dedi, Səmədəvəy idi. Mən evdə olmamışdım. Sonra əlaqə saxladı. 22'si səhər çağı bizə zəng elədilər. Səmədəvəy gəldi ki, bəs müəllimə sən istəyir. Gəldim, gördüm, hamısı burada, Yaşar müəllim də oradaydı. Sizə rastlaşdı. Yığışırlar, hamısı müəllimə otağındadır. Söhbət oradan başladı, necə eləyər, nəsə eləyər. Orada adlarını deməyəcəm, çoxları gəlmək istəmədilər. Mən lazım oldu, orada ələkləmə bəyanat dedim, hazırdır. Hani, hazırmışdım, verdim. Kim qol çəkər? Mən qol çəkdim, Həzim Əllim qol çəkdim, Məmməruzə qol çəkdi. Yəni, bu orada oxunacaq ki, bunu verəcək. Neçə nəfər, bir neçə nəfər olur. Orada təşkilat komitəsi yaradıldı. Bərəqələr yaydı. Bərəqələr yayılsın, eləsin. Mən də evdə gəzmişəm, qonşularda. Gəldim, söhbət çatdı ki, biri qayətlidir ki, gördüm, mən Paris'ten incə almışam. Onu siz bilirsəm, onu gördüm. Qayətlidir ki, orada sizin də mərtinizi gördüm. Dedilər, sizə icra vermirlər, sakit dedi. Siz də biz gedəcəyik. İcra verməsələr də biz gedirik Lənkəran cəmiyyəti ilə. Müəllimə orada bir sual verdi. Ağaçəm, cəmaat olacaq, bizim 100% olacaq. Yəni, mən umudum vardı, qohuma, əqrəbə, dostana, şam demişdim. Üstəlik də bilirdim, hamı inci idi. Üstəlik də zavoddan tökülüb gələcəkdi oraya. Sadə Lənkəranlılar elə. Bəli, hamısı gələcək oraya. Gidim, ondaydı müəllim məndir ki, kim gəlir, gəlsin, mən gedirəm. Gəldi, ora çıxanda öyle meyid apardı da, yadıza gəlirdi. Əlbəzdən bunu hazırlamışlar ki, dağıtsınlar. Meyidi aparırlar, biz də gözlədik, yaxşı görürlər, meyid aparır, mitika çıxar. Bizi də belə bir ki, əhatəyə alıb, hərbiçilər da cəmaat da tökülüb gəlib gözləyir belənci orada. Biz inanmırdı bu qədər adam olar. Gəlib, dayandı, dedi, gedəm kömək eləyək, yaxşı deyil. Elə məqsəd da oldu ki, mitingdə yönəlsinlər, dəfn mərasimdə mitingdə olsun. Yaxşı deyil, burada tamam zabitlər evində şəhidlərlə vida mərasimidir. Düzgün deyil, biz orada miting eləyək. Onda birinci şey gəldi, nədir onun adı? Dadaş əfladı. Dedi, yalandır, meyit deyil, orada daşlardı. Sonra Yaşar müəllim ayağını dayadı ki, buradan getdiyi yoxdur. Belə oldu da, gəldiniz ki, müəllim. Bizə gedən çay evində eləyək. Dedi, çay evində yox, Hazar Səməkəlinin qarşısında eləyək. Yaşar müəllim yox, oraya getdiyi yoxdur, burada eləyəcək. Burada eləyəcək. Hamı qalxdı yuxarı ora. Birinci orada söhbət oldu ki, ben mitingi kime aparacaq? Mən çıxış eləməmişim ömrümdə mitingdə. Orada görürüz, həyəcanlı danışıram. Gördüm, biraz kimsə istəmir, deməli, mən aparacağım. Müəllimə də apara bilərsən, aparacaq. Birinci açaracağım, çıxış eləyəcəyəm. Yəni, ölümə bu hamı gedir, mən yox. Hamısı ölümə gedirlər buna qarşı. Bilirlər də bu silahlandı. Belə də oldu. Əliyalıq bəyəm getdilər, Ələkləmi silahla idi. Getdilər ki, Ələkləmi çölə buraxmasınlar, oradan 2 nəfər şəhid olurdu.
Ali Yalın. Üzr istəyirəm. Geldi. Oradan biz çıktık. Onda hamısı başladı. Yaşar müəllim çıxış elədi, müəllimə də çıxış elədi orada hamısı. Sözlərini, Vəli Gözəl da çıxış elədi. Sonra o dediğim adam da çıxış elədi, ana qorxurdu gəlməkdən. O da görəcək adam. Hafiz də çıxış elədi. Ha? Yox, mən qorxmadan danışmıram, mən qorxaqdan danışmıram. O gövdə çıxdı. Hafiz də dedim, oradan geldi ama. Dedi, ben de sizdenəm. Biraz Hafız öz hakkında içtim, həmişə təvazökarlı idi. Ama dünyada olmayan şeydir ki bir gün səhərdən 23'ü saat 12'den 24'ü səhərə kimi orada elə qurmuşdu ki kimler gelsin çıxış eləsin. Ağır səslə batmışdı. Bunu her adam elə bilmezdi onu. Elə qurmuşdu. Üzr istəyirəm, bunu da deyim. Geldi 22'sinde bu mitingler çok yaxşı keçdi. Orada biz kabul eləmişdik ki təşkilat komitesi ki biz buna 2 gün vaxt verək. 24'üne kadar. 24'üne kimi 24'üne kadar silahlar Milli Meclisin kararı yerine getirmese onda biz burada oturak miting geçireceğiz. Yazda gelir mi? Bunu dedi ve yerden dışkıda yok Ağa Kerim Şerif o yerden yok. Bunu devam eləməli lazım. Neyle? De söhbət olub ki bu karar kabul olunub. 24'ü. Vəli Gözəl məndən aldı, bir sözü. Çox maraqlıdır. Neyse, üzrüstəm, oradan getdik evimizə. Yani birinci miting çok güzel alındı. Çox yüksək səviyyədə. Ələkəm bunu gözləmirdi. Yaşar müəllim deyər. Oradan bizi silahla vurma istediler 22'sinde. Diyecek Yaşar. 4. mərtəbədən Şeyden. bize deyib. Yani koy Yaşar müəllim danışdı onu. Buyurun Yaşar müəllim. Ağaçarın müəllim danışdı mitingin hazırlıq prosesindən. Ağaçarın müəllim bir yerdə o planı biz hazırlamışdıq. Mitingdən əvvəl vərəqələr də yaymışdıq. Geldim sizden məsləhət aldım da. Lənkəran cəmaatına müraciət də yazmışdıq ki, bizim artıq o qeyrət çağımızdır. İndi biz özümüzü göstərməliyik və öz sözümüzü deməliyik. Bu məzmunda təxminən biz vərəqələr də yaymışdıq. 22'sindəki mitingdə çox yüksək səviyyədə alıbdır. Əvvəl bir müəyyən qədər çaşqınlıq var idi. Bəziləri deyirdilər ki, birdən başqa hadisə baş verər, gedər başqa yerdə keçirər filan. Konkret idi ki, ancaq burada biz miting keçirməliyik. Baxmayaraq ki, Ələkirəm bir oyun qurmuş, güya ki, tabutlara aparacaqlar filan. O tabutlarda da nə olduğu əslində məlum deyildi. Bəziləri deyirdilər ki, əslində bəlkə də o tabutlarda daşlat doldururlar, yalandan. Bəli, tabut aparırlar. Əflatın gəldi. Çoxu da mənə yaxınlaşırdı ki, icra ver gedək o tabutları dağıdaq. Götürək, açayıq. Bəli. Mən qoymadım, dedim ki, yox, qarşılığı düşər, toqquşma olur. Belə, miting yüksək səviyyədə keçdi. Hamı çıxış elədik. Siz də çıxış elədik, çox yaxşı çıxışlar oldu. Kərim müəllim də aparırdı. Həzə Əliyev də aparırdı. Və nəhayət biz ayın 24'üne kadar vaxt verdik ki, Milli Məclisin qərarı yerinə yetirilməlidir və bu saxta qurum, oyuncaq qurum buraxılmalıdır dərhal. Cəmaət düzdür, bayaq dediyi kimi, biraz narazıdır, yox, dərhal həll eləyək falan, biz də biraz hövsələ eləyək. Lakin 24'ün həqiqətən cəmaət gözləmədi. 23'ndə səhər eşitdik ki, cəmaət qalxıb, meydan doludur, cəmaət hücumuna keçmək istəyir. Əlbəttə biz onlara qoşulmalıydı və qabadı getməliydik. Bəli. Belə də oldu. Ona səbəb olan hadisə də oldu. Yəni, hospitala baxın eləyib, tutmuşlar, təşkilat komitesi axın gəlirdi meydana 23'ü səhər. Onlar deyilməmişdi, onlara 24'ündə deyildi. 23'ü axın cəmaət meydana axırdı ki, biz məsələni həll edib qutarmalıyıq, hökmən qutarmalıyıq. Əlbəttə biz qabada getməliydik və cəmaatı arxamızda aparmalıydik. Ələkər Məhəmmədov gördü ki, vəziyyət belə aradan çıxmışlardı. Aradan çıxmışdı, biz də cəmaat hamısı dolmuşdu, icra hakimiyyətin binasını deməli bir ara keçirdik və dərhalda Respublika rəhbərliyinə Heydər Əliyevə məlumat verildi. Heydər Əliyev də dərhal Respublika televiziyası və radiosu ilə Azərbaycan xalqına müraciət elədi. Lənkərandakı hadisələri yüksək qiymətləndirdi.
Lənkəranda belə bir hadisə baş verib, cəmaət ayağa qalxıb və bu məsələni Heydər Əliyev yüksək qiymətləndirdi. Və cəmaət meydandan çəkilmədi. Bütün günü qaldı, axşam da. Və Hafiz müəllim də çox yaxşı ki, meydanda o cəmaatı idarə eləməyi bacardı. Səhərə qədər mənim gözümün qabağında, səhərə qədər Səsi batmışdı. Meydanı idarə. Hətta arada bir ateşsat da açdılar. Ateş açanda cəmaat yumruğunu qaldırdı, hamısı bir adam kimi 7-8 min, 10 min adam idi. Allahu Ekber deyirdi hamısı, Allahu Ekber. O kadar Lənkəranları mən inamlı gördüm. O kadar Lənkəranları mən hünərli gördüm. O kadar Lənkəranları mən özümə doğma bir insan kimi gördüm. Həqiqətən heç vaxt yaddan çıxaramıyorum bu hadisələri. Çox qeyri-adi hadisələr. Qeyri-adi, çox şərəfli bir tarix idi. Bu yüzillər də keçsə, Lənkəranın tarixində çox şərəfli bir hadisədir. Bunu heç vaxt unutmaq lazım Yaşar müəllim, təsəvvür edin, silaha qarşı, topa, tüfəngə qarşı yalın adam yumruqla. Yalın adam. Hafiz müəllim, 23-cündə biz oraya gələndə deyirlər ki, girirlər, qarat edirlər, xeyr. Oranı əhatəyə almışdı hərbiçilər silahlı. Və bizim o saqqallar, bizim əskerlərə yaxınlaşdı, siz neyinirsiniz? Kimi müdafiə edirsiniz? Əskerlər silahlarını atdı, getdi. Ondan sonra biz getdik, girdik ora. Və həmən vaxtı. Və otaqda oturdu, ilk dəfə Dülbə xanım danışdı. Arif Rəhimzadə ilə. Mən yadmaya alır, otaqdaydım mən. Arif Rəhimzadə ilə danışdı. Möhtərəm Heydər Əliyev dedi ki, göndərirəm bütün hamısını ora və siz axıra kimi oturun. Mənim nümayəndələrim oradan da o biri nəydi? Musaid general. Bəli, bunlar gəldilər. Bunlar gəldilər. Hafiz müəllim, yadınızda olar. Bunlar gəldilər. Heç biri gəlib bizim 1 saat, 2 saat, 3 saat yox. Həqiqətən bunlar gedib özlərini harasa rəhbərlik edib təşkilatdan bir məlumat almalıydı. Daxili işlərdə getməlidir polisə. Sərhəd qoşunları getməliydi ora. KGB də getməlidir ora. Amma bunlar 4 saat, 5 saat biz ortada qalmışıq. Burada bizə şəhid var. Cəmaatda da bir talaş var idi. Onda idi ki, adı nədir? Dülbə xanım zəng elədi, vəziyyət bizə yaxşı deyil. Heydər Əliyev onda dedi, möhtərəm prezident, onda Milli Məclis sədri idi. Cəmaat dağılışmasın, mən gedirəm, özüm oturacağım. ASTV-də oradan televizlə qoyun, yaşamalı. Dedi, televizor görəcəz də, televizor qoyun, cəmaat görsün, televizor mənim çıxışımı. Və orada çıxış elədi. Və ilk orada Dülbə Cəmalovanın fərmanını da verdi icra başçısı. Onu yadınıza gələrsiniz. Biz akşamda mitingdəydik. Bəli. Sözüm onda da orada qoymuşdu da. Cəmaatın Heydər Əliyev olan inamı, ona olan məhəbbəti ilk dəfə mən belə deyirəm ki, dünyada belə bir şey olmuyor ki, silahlara qarşı əliyalın bu çevrilişin qarşısını almayın. Cəmaat o deyirlər, bunlar necə insandır? Deyirlər ki, Ələşdən gəlib BTR-lərlə cəmaat getsin, körpünün qabağında uzanırlar. Qoy bizim üstümüzdən geçsin. Yazda gəlib və gəlib bütün maşinləri qoymuşdular ki, qapının ağzındakı Ələşdən qaçması. Gəlib nə oldu? O gələnlər nə elədilər? Gələnlər Ələşdəni qaçırtdılar. Əslində onlar aradan çıxartdılar. Onu deyəcək, gəlib nə dedilər bizə KGB-yə? Kimsiz qapını açsın, qoy çıxsın, biz onu tutarıq yolda. Qaçırtdılar. Yəni o qədər qeyri-adi hadisələr idi. Siz danışırsınız, mənim belə tüklərim. Adam yazıma gəlirdi həmən vaxtı. Yəni bu Lənkəran cəmaatı, Xan Lənkəranlı necə olur? Kimdir Xan Lənkəranlı? Ölümə gedir. Bu həmin gün görsəndi. Həmin gün təsvir olundu. Göstərir özünü. Yatmış pələng, yatmış şir. Yatmış şirdir Lənkəran, o yatmışdır. Yatmış şir ayağa qalxdı və o bütün daşları öz yerinə qoydu. Şturumdan sən hərbiçilərin əlində olan binanı azad edirsən. Əliyalın. Və həmin dövrdə çox şəxslərin burada müəyyən rolları oldu, xüsusi xidmət orqanlarının rolu oldu, sadə bazarda alver edən şəxslərin də. Yəni mühüm xidməti oldu. Cəmaat hamısı alverin atıb
meydana axışırdı. Bazardan tökülüb gəldilər. Hospitaldan Özdə mən sizə gələ-gələ. deyim ki, Mikroyondan gəlmiş cəmaat rəhmətli Şirəli Şərifovun rəhbərliyi ilə bütün bazar onu Səmədə gəlib çağırmışdı. yəni bu böyük hadisə idi. Eyni zamanda ağ xalatlılar hospitaldan Belə yaxşı çıxmır. O vaxt biz elə müəllimə otağında hazırlaşırdı getməyə. Zəng elədi oradan Talışınski ki, və Ələklə adam göndərib məni aparmaq istəyir. Müəllimə də oradan bir təhər oldu, Gülübə müəllimə. Dedi, müəllimə nə olub? Dedi, Ələklə adam göndərib aparmaya gedir. Vəli Gözəlov, mən Səmədəvə. Dedi, darıq mən, biz indi gedirik. Çıxanda dedim Səmədəvə, sən get bazara, mən gedirəm Müsabadı qalaya gəlin burada. Cəhbə oyub. Heç kim bilmir axı miting olacaq. Bu miting alınmışdı, belənci. Vəli Gözəlov dedi, mən gedirəm hospitala. Mən gəldim qalaya, buradan yığışdıqlar, dəstəklə gəlirəm. Gələndə gördüm, Vəli də cəmaata ayaqla gətirir mikroyonla. Bunları demək lazımdır, bunlar da eləyiblər də. Hamı iş görür. Bəli, bunlar tarixdir. Yəni, orada çox adamlar iş görür. O əxlatındır, vaqifdir, müxalif olanda nə olsun? Ölmə gediblər bunlar. Hamı gediblər bunlar, təxli yoxdur. Bunlar Lənkəran cəmiyyəti. Heç vaxt olmur, bu Azərbaycanın heç yerində belə bir hadisə olmur. Bəli, Kərim müəllim, siz ümumi mənzərəni düzgün canlandırdınız. Həqiqətən o Azərbaycan tarixinin üçün çox möhtəşəm bir hadisə idi. Bu sonraki illərdə televiziyalar gəldilər, verilişlər çəkdilər, məqalələr yazıldı. Yaşar müəllim, siz özünüz bu barədə kitab yazdınız. Sonra bu ötən il, səhv eləmirəmsə, ötən il Hacıbə Əzimov, rəhmətli professor Hacıbə Əzimov böyük bir əsər yazdı. Lənkəran tarixi ilə bağlı, hadisələrlə bağlı və müxtəlif çıxışlar oldu. Amma bu bütün çıxışların arasında bir ziddiyyət də var idi. Yəni bəzən hadisələr bir-birini tamamlamırdı. Adamlar çox vaxt öz düşüncələri ilə, öz təsəvvürləri ilə o başa düşdükləri tərzdə hadisələri təqdim edirdilər və bu da sıravi insanlarda, yəni digər şəxslərdə müəyyən bir ziddiyyət yaradır ki, bu necə oldu axı? Bu cəmaat ayağa qalxdı, hərbi hissəni tərk-islah elədi və bu ağlasılan məsələ deyildi də. Amma siz çox gözəl ifadə elədiniz, o hadisələri çox gözəl canlandırdınız və bunun heç də təsadüf olmadığını ifadə elədiniz ki, bu hazırlanmışdı. Lənkəran cəmaatına, yəni o etirazçı qüvvələrə siyasi təfəkkürü aşılayan Lənkəran cəmiyyəti var idi. Yerli təşkilatlar var idi, ayrı-ayrı liderlər var idi, şəxslər var idi. Yəni bu hadisələrlə bir günün içində ayağa qalxdı, devirdi, söhbəti döyürdü. Bu 2 ay idi bu hadisə hazırlanırdı və deyim ki, bizim elə Əlişan Hümmətov da hazırlayırdı. Yəni bizə təkan verən, stimul verən elə onun radikal addımları idi və onun arxasında duran qüvvələrin onu tək qoymasının nəticəsi idi. Amma o məhkum idi, məhkum idi, məğlubiyyətə məhkum idi. Yəni orada qələbə iyi yox idi, qoxusu yox idi. Talış xalqı ilə sən Azər xalqı ilə necə qarşı-qarşıya qoya bilərsən ki, bunların dini baxışları da eynidir, mətbəxlər bir eynidir, adət ənənəsi də eynidir. Bir-birlərlə qız verib alınlar. Ələkləmi yıxan talış oldu. Ələkləmi aydın gördü ki, Ələkləmi özü təmiz talış döyürüz. Mən onu talışa danışa heç vaxt görmədim. Yəni bu hadisə onu göstərdi ki, bunun arxasında heç də o sadə talış xalqının inqilabi, nə bilim, Azərbaycandan parçalanmaq bir düşüncəsi yox idi və ona görə birinci məğlubiyyət elə o idi. Yəni bu xalq bu hərəkata, bu məsələyə heç razı da deyildi. Heç xalqı arxalanmırdı, o hərbi arxalanırdı. Və o əslində mən belə deyərdim ki, o hərbiyə də heç tam inanmırdı. Çünki orada da müxtəlif qüvvələr var idi. Heç onunla razı olmayan qüvvələr var idi ki, silahı özləri atdılar. Əgər əskərlər ona inansaydılar, ona etibar eləsəydilər, onlar silah atmadılar. Sən elədim, gətirdi, onların analarını, atalarını gətirdirirdi. Yəni, buradan çıxış edirdi, atın, gəlin, keçin. Orada bizim mitingin də müəyyən rolu oldu. Mən o barədə bir 2 kəlmə deyim. Yəni, icra hakimiyyəti artıq azad olunmuşdu, cəmaat icra hakimiyyətinin qarşısına toplanmışdı.
hamı içəriyə daxil olmaq istəyirdi, gözləri ilə görmək istəyirdi. Yəni belə bir vəziyyətdə cəmaatı icra hakimiyyətinin qarşısına toplamaq lazım idi. Bəli. Yəni içəriyə daxil olmaq, o yəni binanın mühafizəsiz qoymaq olmazdı. Onu da sayırdım. Biz təcili orada miting təşkil elədik. Əvvəl megafonla başladı, sonra Ustitel aparat yüksək gücləndirici gətirildi və orada deməli hardasa səhərə qədər bütün gecə boyu biz miting apardıq, xalqın bütün zümrələrinə, bütün qüvvələrinə söz verdik, hər kəs öz sözünü dedi. Minlərlə insan təsəvvür edin ki, saat 3-dür, 4-dür, amma cəmaat mitingdə öz sözün çatdırır, fikrin çatdırır və bizim mitingdə də Cənab Heydər Əliyev qulaq asır. Ki, nədir, vəziyyət necədir, əslində həqiqət necədir, xalq nə deyir, nə düşünür. Düzdür, daxili qoşunlardan gəldilər, Müdafiə Nazirliyindən gəldilər, Daxili İşlər Nazirliyindən gəldilər. Onlar konkret bir iş görə bilmədilər. Çünki iş artıq görülmüşdü. Çünki Lənkəranlılar artıq bu işi görüb bitirmişdilər. Onlar sadəcə elə bil ki, daha ali tamaşaçı kimi gəldilər, iştirak edildilər. Və hətta bir pozuculuq da oldu ki, Ələşiran diviziyadan qaça bildi. Diviziyanın qarşısında mən miting aparırdım. Gəldilər ki, mitingi gedək diviziyanın qarşısında keçirdi. Dedim, yox. İcra hakimiyyətinin binasının qarşısı müdafiəsiz qala bilməz. Dedilər, yox, orada eləyək, indi əsas Əlişram oradadır, mitingi oraya keçirdək. Mən qoymadım mitingi oraya keçirtməyə. Yəni, cəmaat orada yığıldı, Əlişramı qaçırtmaqdan ötürü orada cəmaatı gülləyə tutdular. 3 nəfər qəhrəmancasına şəhid oldu, 2 nəfər yaralandı. Və bu hadisələr Əlişram qaçmaqla öz yekun həllini tapdı. Və ondan sonra mənim yadıma gəlir ki, onlar gülləyə tutanda mitingi, qaçın indi buranı gülləyə tutacaqlar. Qaçın, hədəf buradır, yəni icra hakimiyyətinin qarşısıdır. Heç kəs qaçmadı. Siz təsəvvür edin, güllələr uçuşur Lənkəranın üstündə, heç kəs mitingdə atıb qaçmadı. Amma Yaşar müəllim, siz də bilirsiniz. Amma bizi anlattılar axı. Niyə onu deməyək ki, o nədir? Təhlükəsizlik Komitəsi adı nə idi? O vaxt Nəriman. Nəriman, hə. O gəldi, qara polkovnikləri gəldi ki, Ələkəm deyir ki, bəs məni buraxsınlar, bəs mən çıxıb gedirəm buradan. Biz dedik, yox, olmaz. Bir də o general var idi. Vahid Musayev. Vahid Musayev. Diyor, Ələkəm gedir də. Dediler ki, Vaqif Novruzov da var. KGB dedi ki, biz istiyoruz buradan çıksın, atışma. Biz yolda tutarıq. Yolda tutacağıq. Müəllimə, biz onu tutarıq yolda. Biz de dedik, yox. Dedik, ben size söz vereceğim, polkovnik dedik. Ben onu yolda tutacağım. Biz de yaxşı, onu da kamazlara çəkin, kamazlara çəkin, bırakın. Bunlar onu bıraktı, sen de bunu kaçırdılar. Aradan çıxartdı. Bir de gördü, cəmaat hücum elədi, Vahidi tutub, sürüyə gətirdi generali. Sürürdülər öyle. Onu əllərinə aldı, nədir? Müəllimə bu qaçırtdı. Ay bala, bu qaçırtdı şeyi. Adına Ələkəmi. Allah dedi. Sonra gördü bu polkovnik geldi. Nərimanov da ki, biz onun dalınca düşdük, bizi Allah'tı, qaçtı. Ama özləri qaçırtmışdı onu. Bak budur. Buradan görünür ki, görürsünüz, o Bakıdan gelenler Heydər Əliyevin əleyhinə işlədilər. Ama xalq, Talış xalqı, Lənkəran xalqı Ələkəmi yıxan kim oldu? Ben Bakıdan gelenler yıktı. Bakıdan gələnlər əslində kömək eləməliydi. Kömək eləməliydi. Müayinə Sürət göndərmiş onları. Akərəm müəllim, Yaşar müəllim, bu barədə mənə elə gəldi ki, hələ çox danışılacaq, çox yazılacaq, siz də çox kitablar yazacaqsınız. Biz də indi bacardığımız qədər hadisələrə qiymət verməyə çalışacağıq. Bu, yəni Azərbaycan tarixinin bəlkə də ən şərəfli səhifəsi idi. Düzdür, onu əvvəli, yəni sonra ona ad qoydular, qara ləkə adı qoydular, nə bilim, nə müxtəlif yarlıqlar yapışdırmaq istədilər. Amma bunlar heç biri yapışmadı, çünki onun kökü yox idi. O hadisənin, o yəni qondarma Talış kökü yox, əsası yox idi. Və o xalq da onu dəstəkləmirdi. Lənkəranda yaşayan Azərlər, Talışlar və digər millətin nümayəndələri Azərbaycançılıq ideyası ətrafında möhkəm birləşdilər
Lənkərançılığa arxayınlaşaraq, tapınaraq Azərbaycanın bütövlüyünü və Azərbaycan dövlətçiliyini qorudular. Mən sizə təşəkkür edirəm. Çox sağ olun. İştirak elədiyinizə görə, o gözəl fikirləri ilə, tarixi həqiqətlərə işıq saçdığınıza görə deyir, sonun düşünən qəhrəman olmaz. Yəni, heç kəs düşünmürdü ki, mən ölə bilərəm, həlak olaram, başıma müxtəlif hadisələr gələ bilər. Heç kəs bunu düşünə bilmirdi. Deməli, o dövrdə, o hadisələrdə iştirak edən bütün Lənkəranlılar qəhrəmandır. Bir haşiyə olaraq deyim ki, 1501-ci ildə Şah İsmail Xətai Lənkərana gəldi. Bir gecə Şahsüvar bəyin evində qonaq oldu. Bir gecə o müridləri ilə Lənkəranda məclis keçirtdi, gizli məclis keçirtdi və həmin məclisdən sonra Böyük Azərbaycan yaratdı. Və biz də 1993-cü ildə Lənkəranda 23 avqust günü Azərbaycanın, Şimali Azərbaycanın bütövlüyünü qoruduq və bundan fəxr edirik. Mənə elə gəlir ki, o hadisələrin bütün iştirakçılara fəxr edir. Təşəkkür edirik sizə. Allah sizi var eləsin, Allah ömrünüzü bərəkətli eləsin. Bugünkü mitingdə bildiyiniz kimi ayrı-ayrı qüvvələr birləşib, yəni partiyacılığından, siyasi baxışlarından asılı olmayaraq biz hamımız burada, yəni Xalq Azadlıq Partiyası, Yeni Azərbaycan Partiyası, Lənkəranlılar Cəmiyyəti, digər cəmiyyətlər bir məqsəd üçün birləşmişik ki, qondarma Afğan Respublikası ləğv olmalıdır. Bu xalqın iradəsinə tabi deyil. Sakin Məmmədzadə Xalq Azadlıq Partiyası Lənkəran Təşkilatının sədri idi. Həmin dövrdə eyni zamanda Milli Azadlıq Hərəkatının Lənkəranda liderlərindən biri olub. Və ən əsası odur ki, Sakin Məmmədzadə həmin dövrdə Qondarma Talış Muğan Respublikası ideyasına qarşı, onun liderlərinə qarşı ən aktiv, ən faal mübarizələrdən biri idi. Sakin müəllim, biz indi üstündən 33 il keçəndən sonra həmin hadisələrə bir baxış olaraq, həmin hadisələri xatırlatmaq və gənc nəslə, yeni nəslə əsl həqiqətləri olduğu kimi çatdırmaq istəyirdik. Nə baş verirdi Lənkəranda? Bax, bu barədə xahiş edirəm. Lənkəranda baş verən hadisələrə siz bilirsiniz ki, həm siyasiyə, biz kənardan biz partiya daxilində münasibət bildirirdik, bilirdik. Biz elə-belə gəlib bura atılmadı. Bu prosesləri izləyə-izləyə, yəni mətbuatda, yəni izləyə-izləyə gəlib o hadisələrin kulminasiya nöqtəsində fikrimizi bildirdik. Mərkəzinə düşdük. Bəli, düşdük. Yəni biz əgər başqaları kimi oradan-buradan elə gəlib, sonradan gəlməmişik. Bu hadisələri biz daxilində olan bir insan ki, Azərbaycanın bütövlüyü, dövlətçiliyinin qorunması, müstəqilliyi bizim onsuz da amalımız idi və biz, həmin amal bizi bu mübarizəyə gətirdi. Siz bilirsiniz ki, o dövrdə mitingdə də, yəni o videolar var, yəni orada 2 nəfər bu ideyanın əleyhinə çıxan, bir fikir deyə bilən insanlar var idi, o da bizlər idi, dedik. O vaxt yəni biz qondarma düşünmürük. tımırın əleyhinə çıxan. Qondarma Talış Muğan Respublikasının əleyhinə çıxan. Mahiyyəti nə idi? Mahiyyəti o idi ki, Azərbaycanda sadəcə olaraq separatçılığı inkişaf elətdirmək, Azərbaycanı parçalamaya yönəlmiş bir istiqamət idi. Sadəcə narazılıq olmalı idi. Bu narazılıq da yox idi. Çünki cəmaət, xalq bilirdi ki, Azərbaycan yeni hakimiyyət qurulur, formalaşır, dövlət qurulur. Burada ayrı-seçkilik yoxdur, millətçilik yoxdur. Bunu çox gözəl bilirdi. Yəni işıq yox idisə, sənin də işığı yoxdur, mənim də işığı yoxdur. Sadəcə olaraq bunun Talışın Türkiyəndən aidiyyatı var. Bəli, biz orada olmalıydı. Yəni xalqa, millətə bu fikri deməliydik. Və özünüz yaxşı bilirsiniz ki, dedik yəni. Siz 22 avqust mitingdə də çıxış elədiniz 93-cü ildə və 93-cü il 23 avqust hadisələri zamanı şturumla icra hakimiyyətinin azad edilməsi prosesində də iştirak elədiniz və orada mitinglərdə də çıxış elədiniz. Və bu qələbə, yəni bizim tarixi qələbəmiz Azərbaycana nə verdi? Bax, siz burada nə deyərdiniz? Bu sadəcə Qondarma Talış Muğan Respublikasının devrilməsi idimi?
bu təkcə Əlişiram Hümmətovun devrilməsi idimi, ya bunu mahiyyət etibarı ilə bu qələbənin arxasında nə dururdu? Sadəcə olaraq bir fikri demək istəyirəm ki, hər zaman, hər vaxt Lənkəranlılar Azərbaycanın şərəf və ləyaqətini, bütövlüyünü qorumağa həmişə hazır olublar. Elə bu bizim bu müharibə dövründə də sonuncu nə qədər şəhidlər verilmiş. Hər zaman 70 nəfər Lənkəranda şəhid oldu. Belə hesab edirəm ki, o separatçılığı yayan, güya Lənkəranda bu gün də yaratmaya çalışanlar var ki, güya talışlar Azərbaycanın bütövlüyü, yəni millətçiliyi filanı qabartma istəyənlər var. Heç vaxt bizdə o millətçilik olmuyor. Yəni o belə deyək ki, o qələbə, tarixi qələbə əslində Azərbaycanın dövlət bütövlüyünü, Azərbaycanın müstəqilliyini qorudu. Amma ən böyük həqiqət odur ki, biz Lənkəranda, Lənkəranlıların, Xan Lənkəranlıların qələbəsi nəticəsində Azərbaycan durdu, Azərbaycan bərqərar oldu, öz bütövlüyünü qorudu və ondan sonra proseslər Azərbaycanın bütövlüyünə elə bil ki, təkan verdi. Biz o fikri deyim ki, meydanda da bir dənə şüar var idi. Xalq Azadlıq Partiyası yalnız Azərbaycanın bütövlüyünü müdafiə edir. Bəli, bəli. Və bu gün də yeganə şüar da o idi. Elə bir şüar var idi. Bu gün heç bir siyasi partiyada olmasaydı, yəni ideologiyamız, fikrimiz, Azərbaycançılığımız bu bizim qəlbimizdədir. Allah razı olsun. Mənim indi durduğum bu nahiyədə 1993-cü ildə Lənkəran diviziyasının darvazalçısı yerləşirdi. Məndən arxada Lənkəran diviziyası idi və həmin diviziya separatçıların baş qərargahı idi. Yəni Əlişiram Hümmətov həmin diviziyada otururdu. Lənkəranlılar hücuma keçib şturmla Lənkəran şəhər icra hakimiyyətini azad etdikdən sonra onları tamam tərk silah etməkdən ötürü gecənin bir yarısı həmin bu diviziyanın qarşısına toplandılar. Onları təslim olmağa çağırdılar, məcbur elədilər və bu münaqişə silahla sonuclandı. Separatçılar dinc əhaliyə güllə atdılar, ateşə tutdular. Nəticədə Lənkəran özünün say seçmə 3 evladını şəhid qurban verdi. Bu zaman yaralananlar da oldu. Bunlar Əvəz Qəmbərov, Yaqub Məmmədov, Səyadullah Məmmədov və Əbdülqəni Əliyev idi. Onlara azadlıq uğrunda mübariz fəxri adları verildi. Həmin vaxtı xalqı səfərbər edən şəxslər rəhmətli Şirəli kişi, rəhmətli Miraşim Talışlı və Kamal Kələntərli. Miraşim Talışlı ilə Kamal Kələntərliyə Lənkəranlılar haqlı olaraq abidə qoyublar. Çünki həmin hadisələrdə Azərbaycanın bütövlüyünü, dövlətçiliyini qorumaqdan ötürü xalqa belə ağsaqqallar direkt oldular, onları xalqı ayağa qaldırdılar və qələbəyə apardılar. 93-cü ilin iyun-avqust hadisələri zamanı xalqın önündə gedən şəxsiyyətlər oldu. O şəxslər həqiqətən Xan Lənkəranlı olduqlarını sübut etdilər. Həzi Əliyev, Arif Bağırov, Doktor Səmədağa Səmədzadə, Rasim İsmailov, Rasim Kələntərli, Vəli Gözəlov, Sərxan Ağazadə, Şirəli Şərifov, Mühəndis Heydərovun, Azad Şəfiyevin adlarını mən xüsusi qeyd etməliyəm. Dilruba Camalovanı, mərhum Şəmsəddin Talışinskini, Mirsayat Babayevi, xüsusi xidmətləri olmuş, çox böyük qəhrəmanlıq göstərmiş Əflatun Dadaşovu, Hacıbaba Əzimovun adını, Hacı Rəzəblinin adını qeyd etməsək olmaz. Rahim Kələntərli, Məmməd Rəza Məmmədov, Nüsrət Bağırov, Nurəddin Axundov, Mirhakim Talışlı, Daşdəmir Quliyev, Əhməd və Gülağa qardaşları, Axund Hacı Həmdullah Əliyev, Mirsəmid Abbasov, Ağa Hüseyn Rızayev, Məmməd Hüseyn Məmmədov həyatlarını dəyişmiş, həmin hadisələrin qəhrəmanı olan bütün Lənkəranlıların
ruhuna Fatihə oxumaq borcundayıq. Allahdan onlara rəhmət diliyirik. Sağ qalanların sırasında mən xüsusilə Toçi Babayevin adını vurğulamaq istəyirəm. Şairə xanım Aliyə Seyidqızı, Fəxrəddin Caniyev, Büşramin Hüseynov, Vaqif Abuşov, Afət Eyvazov, Fərhad İsrafilov, Aslan Aslanov, İdrak Dadaşov, mən bu şəxslərin adını xüsusi qeyd etməliyəm. 1993-cü ilin iyun-avqust hadisələri zamanı qəhrəmancasına şəhid olan Lənkəranlı milli qəhrəmanlar Paşa Təhməzov, Sultanağa Bayramov və Etibar Əliyev. Onlar Azərbaycanın ərazi bütövlüyü və dövlət müstəqilliyi uğrunda mücadilədə öz qanlarını əsirgəmədilər. Nə qədər ki, xalqımızın belə rəşadətli evladları var, Azərbaycan heç vaxt basılmaz. Azərbaycan bayrağı həmişə daim ucalarda dalğalanar.